Kralın əfsanəsi. Qədim taxtın sırrı çox uzun illər əvvəl Qızılqaya adlanan bir diyarda insanlıq və təbiətin harmoniyası ilə incə ədəbiyyat və dərin hikmətin birləşdiyi bir krallıq hökm sürürdü. O dövrdə Qızılqaya krallığının sülh və ədalət içində yaşayan insanları nəsillər boyu ötürülən nağılların və əfsanələrin işığında həyatlarını qururdular. Bu diyarın ürəyində Kralın əfsanəsi adlanan unudulmaz və sirr dolu bir hekayə var idi. Hekayənin qəhrəmanı gənc və cəsarətli Kral Əli idi. Kral Əli hələ çox gənc ikən atasının və nənəsinin ona danışdığı hekayələr, hər kəsin içində eşidilən səs var. O səs həyatın əsl mənasını açar və sözləri onun ruhuna dərin izlər buraxmışdı. O, böyüdükcə yalnız taxtı ələ keçirməyi deyil, həm də öz içindəki səsi tapıb, krallığa ədalət, sevgi və inam gətirməyi arzulayırdı. Ancaq həyatda hər şey asanlıqla verilmir. Qızılqaya krallığı uzun illərdir daxili ziddiyyətlər, kədərli xatirələr və itirilmiş ümidlərlə sınaqdan keçirirdi. Bir gün krallığın dərin ormanlarının birində Kral Əli atasının ona miras qoyduğu qədim bir xəritəni tapdı. Xəritənin üzərində qədim taxtın sırrı yazılmışdı və bu yazı onun hər zaman eşitdiyi, hər kədərin arxasında yeni bir başlanğıc gizlidir sözləri ilə bir araya gəlirdi. O an Əli anladı ki, taxtı təkcə bir simvol deyil, həm də krallığın dərin sirlərinin, nəsillərin unudulmuş hikmətini və gələcəyin ümid dolu mesajını daşıyır. Beləcə o, xəritənin göstərdiyi yola düşməyə qərar verdi. Yolçuluğu həm fiziki, həm də ruhi sınaqlarla dolu idi. Kral Əli ilk öncə Qızılqaya krallığının sərhədlərindən çıxaraq əsrlər boyu unudulmuş, tərk edilmiş meşələrə doğru yola çıxdı. Hər addımında meşənin köklü ağaclarının, kəpənəklərin rəqs etdiyi çiçəkli düzənliklərin və axan çayların səsi ona, hər itki, hər kədərin arxasında doğan yeni bir ümid var deyirdi. O, öz hissəsini dinləyərək təbiətin hər bir detalında min illik hekayələrin və unudulmuş nağılların notlarını tapırdı. Bir neçə gün sonra o, dağların ətəyində yerləşən qədim bir qalaya çatdı. Qalanın divarları incə oyma işlərlə bəzədilmiş, hər daşda krallığın keçmiş dövrlərinin sevinci və kədəri, ümid və mübarizəsi əks olunurdu. Qalanın sükut dolu otaqlarında gəzərkən Kral Əli hər bir otaqda, divarlarda və küncdə nəsillərin danışdığı nağıllardan öz içindəki səsi eşitmək üçün bir dərs tapdı. O, bir otağın küncündə tozlanmış böyük bir dəftər tapdı. Dəftərin səhifələri saralmış, lakin hər bir kəlmə sanki ürəyin dərinliyindən gələn bir melodiyanı söyləyirdi. O, dəftəri açdı və aşağıdakı sözlərlə qarşılaşdı. Qəlbin səsini eşit, çünki o, sənin ən dərin sirrini, həyatın əsl mənasını və gələcəyin ümid dolu notlarını daşıyır. Hər kədər, hər itki, bunlar ruhunun qanadlarıdır. Onları qucaqlayıb, hər anı, hər duyğunu yaşa, çünki həyat sənə hər zaman yenidən doğmağın və ümidlə irəliləməyin imkanını verir. Bu sözlər Kral Əlinin ruhunu dərindən titrətdi. O an anladı ki, taxt yalnız fiziki bir əşya deyildi, o, krallığın, insanlığın və öz içindəki səsinin simvoluna çevrilmişdi. Qalanın hər küncündə, hər otağında, hər daşda gizlənmiş bu hikmət ona göstərirdi ki, hər kədərin, hər itkin arxasında bir dərs, bir ümid və hər sevincin sonunda yeni bir başlanğıc var. Kral Əli tapdıqları ilə ruhunu zənginləşdirdikdən sonra krallığa qayıtmağa qərar verdi. O, yolu boyunca meşələrin, dağların və unudulmuş yolların hər küncündə öz içində eşitdiyi səsi daha da aydın eşitdi. Hər addımında, hər kədərin arxasında bir ümid var deyən təbiətin səsi onun ruhunu ilhamlandırırdı. O, qayıdarkən yanında yalnız daş qalan xəritə və dəftərin sözləri yox, həm də öz iç səsinin sədasını, həyatın əsl mənasını və krallığın gələcəyinə dair böyük ümidləri daşıyırdı. Kəndə çatanda Kral Əlinin üzündə dərin düşüncələr, gözlərində isə inam parıldayırdı. Kənd sakinləri onun dəyişmiş ruhunu və gördüyü, eşitdiyi hər şeyi merakla dinləməyə başladılar. Bir axşam böyük bir meydanda Kral Əli bütün krallığın insanlarını bir araya toplayaraq qalada tapdığı sirləri və öz iç səsinin eşidilməsi ilə əldə etdiyi hikməti paylaşdı. Əziz və hörmətli xalqım. Bu unudulmuş qalanın divarlarında, hər daşda, hər küncdə min illik sirlər, unudulmuş nağıllar var idi. Mən burada yalnız bir taxtı qazanmadım, həm də hər kədərin, hər itkin arxasında gizlənən dərsi, hər sevincin sonunda doğan yeni ümidləri tapdım. Bizim krallığımızın əslində taxtın altında yatan hər birimizin qəlbində eşidilən o səs var. Bu səs həyatın əsl mənasını, sevginin, inamın və ümidin əbədi notlarını daşıyır. Mən sizə söyləyirəm, yalnız öz iç səsimizi eşidərək, keçmişin hikmətindən və gələcəyin ümidindən ilham ala bilərik.
Hər bir itki, hər bir kədər, bunlar bizim ruhumuzun qanadlarıdır və biz onlarla birlikdə gələcəyə doğru yeni addımlar atırıq. Bu sözlər meydandakı hər kəsin qəlbində dərin izlər buraxdı. İnsanlar artıq yalnız gündəlik həyatın sıxıntılarından deyil, həm də öz içindəki səsi dinləyərək həyatın hər anını dərin və mənalı yaşamağa, hər kədərin arxasında gizlənən ümid və sevgi mesajını tapmağa başladılar. Kralın dedikləri yalnız bir liderin çıxışları deyildi, o, bütün bir cəmiyyətə gələcəyin ümid dolu mesajını çatdıran, hər kədərin, hər itkin arxasında doğan yeni başlanğıcları bizə xatırladan bir işıq kimi idi. Zaman keçdikcə kral əlinin öyrətdiyi bu dəyərlər, krallığın hər küncünə yayılmağa başladı. Gənclər məktəblərdə və sarayda yalnız bilik əldə etməklə kifayətlənməyərək, öz hissəsini tapmaq, keçmişin hikmətindən və gələcəyin ümidindən ilham alaraq yeni nağıllar yazmağa başladılar. Hər kəs qaranlıq gecələrin sonunda ulduzların parlaqlığı altında öz hissəsini dinləyərək həyatın əsl mənasını, sevgi və inamın gücünü kəşf edirdi. Kral Əli öz təcrübələrini və gördüyü hər şeyi bir kitab halına gətirməyə qərar verdi. O, Kralın Əfsanəsi, Qədim Taxtın Sırrı adını verdiyi əsərdə qalada və səyahət zamanı tapdığı sirləri, eşitdiyi hər notanı və öz hissəsinin dərinliyində gizlənən hikməti təsvir etdi. Bu kitab yalnız bir krallığın tarixi və ya bir kralın macərası deyildi, o, hər kəsin öz içində tapdığı, bəzən susqun, bəzən coşqun olan o səsi eşitmək, həyatın hər anını sevgi, inam və ümidlə yaşamaq haqqındakı dərsləri ehtiva edirdi. Kitab nəşr olunanda, krallıq və ətraf bölgələrdə insanlar bu əsərdə öz həyatlarından, itkilərindən və ümid dolu arzularından bir parça tapırdılar. Məktəblərdə, saray otaqlarında və kənd meydanlarında bu kitabın sətirləri hər kəsin qəlbində parlayan bir işıq kimi yaşadı və gələcək nəsillərə də yol göstərdi. Gecə vaxtı ulduzların parlaqlığı altında toplaşan insanlar kitabın hər bir cümləsində, hər bir notasında həyatın dərin mənasını və hər kədərin arxasında gizlənən ümidin mesajını eşidirdilər. Bu hekayə, Kralın Əfsanəsi, Qədim Taxtın Sırrı yalnız Kral Əlinin fərdi səyahətini əks etdirmir, o, həm də bütün bir cəmiyyətin, bütün insanların öz içində axtardığı, tapdığı və inkişaf etdirdiyi o səsi, həyatın, sevginin və ümidin əbədi melodiyasını ifadə edir. Biz, hər kəs, qaranlıq gecələrin sonunda ulduzların parlaqlığı altında öz qəlbimizin səsini dinləyərək, həyatın bütün rənglərini, duyğularını və notlarını bir araya gətirərək, əbədi bir nağıl yarada bilərik. Gələcək yalnız qabaqcıl texnologiyalar, elmin və zəngin mədəniyyətin gətirdiyi yeniliklərlə deyil, həm də bizim öz içimizdə, qəlbimizin dərinliyində gizlənən hər kədərin, hər itkin arxasında doğan ümid və sevgi ilə formalaşır. Biz yalnız öz hissəsimizi dinləsək, keçmişin hikmətindən ilham alıb, gələcəyə ümidlə baxaraq, həyatın ən böyük sirrini, qəlbimizin səsini kəşf edərik. Bu, bizim əbədi macəramızdır. Kralın Əfsanəsi, Qədim Taxtın Sirləri və qəlbimizin səsi ilə birləşən, hər kədərin arxasında doğan yeni başlanğıcların hekayəsidir. Hər kəs, qaranlıq gecələrin sonunda ulduzların parlaqlığı altında öz hissəsini eşidərək, həyatın dərin mənasını tapacaq, sevgi, inam və ümidlə dolu yeni üfüqlərə doğru addım atacaq. Beləliklə, Kralın Əfsanəsi, Qədim Taxtın Sırrı adlı bu hekayə həm bir kralın fərdi səyahətini, həm də bütün bir cəmiyyətin, bütün insanların öz içində gizlənən, bəzən susqun, bəzən coşqun olan o səsi eşitmək və həyatın əsl mənasını, sevgi və ümidlə dolu yeni başlanğıcları kəşf etmək haqqını ifadə edir. Biz yalnız qəlbimizin səsini dinlədikcə, hər kədərin, hər itkin arxasında yeni bir ümid doğar, hər qaranlıq gecənin sonunda parlaq bir günəş yüksələr. Bu bizim gələcəyimizin, həyatımızın və əbədi ümidimizin səyahətidir. Hər kəs qaranlıq gecələrin sonunda ulduzların parlaqlığı altında öz hissəsini eşidib, həyatın ən böyük sirrini, qəlbimizin səsini kəşf etsin və hər anı, hər duyğunu, hər kədəri sevgi və inamla qucaqlayaraq öz nağıllarını yazmağa davam etsin.